Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance'in Bakı ailəsi ilə birgə səfəri təkcə siyasi gündəmlə deyil, həmçinin səmimi bir kadrla da diqqət mərkəzinə düşüb. Bakıda çəkilən və həyat yoldaşı Uşa Vance'in onu öpdüyü anı əks etdirən foto qısa müddətdə dünya mediasında tirajlanıb. Qlobal İnfaza danışan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin üzvü Cavanşir Feyziyev deyib ki, adətən yüksək vəzifəli şəxslərin, xüsusilə dövlət rəhbərlərinin, diplomatların hər bir addımı ictimaiyyət tərəfindən maraqla izlənilir. Stat: Ona görə də belə hallara rast gəlinməsi adi hal kimi qəbul olunmalıdır. Bunun əksinə olan digər bir səhnəni, hava limanında təyyarədən enmək ərəfəsində Bridget Macronun Emmanuel Macronu şillələdiyini də görmüsünüz. Bu kimi epizodları hər cür yozmaq olar. Əsas fakt odur ki, bu səhnə Vance cütlüyünün Bakıya yüksək əhval-ruhiyyədə gəldiyini göstərir və bu müsbət haldır. Dünyanın bəzi bölgələrində belə davranış qəribə hal kimi qiymətləndirilsə də, Qərb mədəniyyəti üçün burada təəccüblü heç nə yoxdur. Əksinə, bu səhnə yüksək rütbəli dövlət adamının ailə çərçivəsində nə qədər səmimi olduğunun göstəricisidir. Diplomatik imic və ictimai rəy baxımından da bu kimi görüntüləri müsbət qiymətləndirirəm. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.